baş verir. Və yaxud da imtahan həyəcanında. Sən çəkirsən, sənin ailən çəkir. Ən çox sən çəkirsən. O həyəcanı təkcə sən yaşayırsan. Öz-özünə olur. Öz-özünə o həyəcan gəlir, öz-özünə də gedir. Bunlar da elədir. Xlor öz-özünə bir dəfə mənfi 1-ə gəlir. Məsələn, nastriyana itir. Ki, deyir ki, motivasiyam mənfidir, mən oxuya bilmirəm. Bir dəfədə nə olur? Birdən haradansa motivasiya gəldi. Yox, mən girəcəm universitetə deyir. Birdən müsbət enerji gəlir buna. Yəni, səndə olur da, o dəyişiklik səndə olur. Bir dəfə özündən motivasiyan düşür, bir yerdə elə olur ki, qalxır daha da yaxşı olur. Hamısı öz-özünə baş verir. Durduğun yerdə nəsə düşünürsən, universitetin imtahanı ağlına gəlir. Deməli, nə olur? Öz-özünə baş verir. Çünki qıraqdan kimsə bunda sənin xətrini dəyəcək bir şey deməyibdir. Durmuş yerə yadına düşüb. Necə olacaq, mən girəcəm, girməyəcəm söhbət edirsən. Oradan qorxursan, ya girməsən. Birdən olur, sonra deyirsən ki, niyə? Mən çox şey bilirəm, yalnız mən bildiklərim düşəcək, mən çox şey bilirəm, yaxşı olacaq deyib, birdən enerji o qalxdı nə qədər maşallah. Bu da elə bir şey. Bir də dördüncü halımız var, əks öz-özünə. Əks öz-özünə nədir? İki müxtəlifdən, tam bunun əksinədir. Burada birindən iki müxtəlifə keçmişdir. Burada isə iki müxtəlifdən, ayrı-ayrı maddə daxilində də, iki müxtəlif oksidaşmə dərəcəsindən eynisinə keçəcək. Burada bir dənə oksidaşmə dərəcəsindən iki müxtəlif oksidaşmə dərəcəsinə fikir verirsənsə, çünki bir dənə xlor dəyişilib deyəni xlor olacaq. Burada isə kükürtdür. Bir dəfə müsbət 4-dən, bir dəfə isə nədir? Burada mənfi 2-dən kükürt. Keçibdir 0-a. Gördün mü? İki dənə müxtəlif maddə, bir dəfə müsbət 4-dən, bir dəfə mənfi 2-dən yalnız 0-a keçibdir. Sən oxuna o tərəfə 0-dır. Bir dənə yəni kükürdə keçibdir. Bu isə əks öz-özünədir. Yuxarıdakinin tam əksinə.